Salam əziz treyderlər və investorlar. Sizinlə analitik xidmət quru Markets şirkət üçün ümumi məlumatlarla başlayaq. Əgər maraqlanırsınızsa videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın bütün parametrlərini diqqətlə nəzərdən keçirə bilərsiniz. İndi biz şirkətin cari fəaliyyətini təhlil edəcəyik. PCB Bancorp, ticker PCB. Bu rəy o zamanki cari məlumat əsasında yaradılmışdır. 4 aprel 2025-ci il. Təsnifata görə Guru Markets təşkilat PCB Bancorp alt kateqoriyaya aiddir. Band Classic təhlildə 249 şirkət iştirak edir. Bu çox təmsil edicidir. Bu videonun sonunda sifariş cədvəlini görəcəyik. Şirkət üçün ümumi nəticə belədir. 10 baldan 7 bal. Alt kateqoriya üzrə orta qiymət 1,1 bal. Geniş baxsanız, bütövlükdə ABŞ bazarında. Ümumilikdə bazar üzrə orta nəticənin 1,9 bal olduğunu qeyd edə bilərik. Şirkət üçün 7 ballıq reytinqə qarşı PCB Bancorp. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi PCB Bancorp və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. PCB Bancorp %11,1 dəyişiklik göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %13,2. Bu açıq-aydın heç nəyə işarə etmir, lakin biz bu faktı nəzərə almalıyıq. Şirkətin bazar kapitallaşması PCB Bancorp 0,25 milyard dollar qiymətləndirilir. 1,168 milyard dollarlıq alt kateqoriyalı bazar kapitallaşması ilə. PCB Bancorp 0,22% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,29 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 1007 milyard dollardır. PCB Bancorp 0,29% pay təşkil edir. Mübadilə paylarını və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş PCB Bancorp alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi zamanı 0,22% təşkil edir. Balansın kapitallaşması 0,29% təşkil edir. Bu da bazar dəyərinin payından 32% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan təşkilatın maliyyə öhdəlikləri 0,26 milyard dollar təşkil edir. Kapitallaşmaya olan borc kapitalın 9%-ni təşkil edir. Şirkətin borc səviyyəsi üzrə nəticə çox yaxşı 2 bal. Şirkətin bazar qiymətinin mənfəətinə nisbəti 11-dir. Alt kateqoriya üzrə orta göstərici 12,8-dir. Bu alt kateqoriyadan 21% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin onun mənfəətinə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda mənfəət 25 milyon dollar olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin 31 milyon dollar olacağı gözlənilir. Bu, hazırki göstəricidən 25,5% çoxdur. Alt kateqoriya ilə müqayisədə təxmin edilən gələcək mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1,3-dür. Alt kateqoriya üzrə orta göstərici 1,5-dir və bu alt kateqoriya üzrə orta göstəricidən 13% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin gəlir göstəricinə görə qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 190 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 240 milyon dollar olacağı gözlənilir.
Bu, indiki vaxtdan 26% çoxdur. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək gəlirin göstəricilərinin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Marja 13% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici 11,6%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 1,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,2% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 10% azdır. Və bu, təşkilatın birja dəyərindəki balanssızlığı əks etdirir. PCB Bancorp daha çox yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən kapitalın məbləği $974.000. Alt kateqoriyada isə $892.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 9,2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin məbləği $96.100. Alt kateqoriya üzrə orta göstərici ilə $69.800. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 38% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin bir işçisinə düşən satış payı $741.000. Alt kateqoriyaya görə $601.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 23%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 0,4%, alt kateqoriya üzrə orta hesabla 2% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %32 səviyyəsini göstərir. PCB Bancorp. Alt kateqoriya üçün RSI səviyyəsi 14,43%dir. Texniki cəhətdən alt kateqoriyanın qiymətli kağızları şirkətinkindən yüksək qiymətləndirilir. PCB Bancorp. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təqribən $17,500 təşkil edir. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $20,99'dır. Hazırki təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 20%dir. Sifariş cədvəlinə baxaq, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Səhm analizinə əsaslanır. PCB Bancorp. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Bir səhm üçün $17,54 qiymətində alış sövdələşməsini açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək reytinqə malik olduğu üçün açılıb. Təşkilatın qiymətləndirməsi qiymətləndirmə modelinə, Akimin indeksinə əsaslanır. Mənfəət götürmək 19,07-də müəyyən edilmişdir. Stop loss 16,01-də müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 04 may 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə Ticker CLBK balanslaşdıran satış sifarişinə çevriləcək. Balans sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Digər sifariş cari qiymətlə müəyyən edilir.
Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun Guru Markets. Sən ən gözəl izdihamsan.